Salam, hörmətli müəllimlər. Bu gün sizlərə 19 iyun sertifikasiya imtahanında düşən kurikulum sualları və onların düzgün cavablarını göstərəcəm. Qeyd edeyim ki, bunlar birmənalı olaraq imtahandan çıxan müdavimlərin dedikləri əsasında hazırlanmışdır. Və təkrar qeyd edirəm ki, əgər bu sualları əldə etmək istəyirsinizsə, mən bunları belə Word formasında yığmışam. Birbaşa mənim WhatsApp nömrəmlə əlaqə saxlayıb əldə eləyə bilərsiniz. Tam təmənnasız, kimlə hazırlaşırsınız, necə hazırlaşırsınız, bütün bunların heç bir əlaqəsi yoxdur. Əgər bunları əldə eləyib təhlil eləmək sizə kömək olacaqsa, çünki qarşıda hələ 24-25 imtahanlar var, rahatlıqla əldə eləyə bilərsiniz. İndi isə keçək suallarımıza. Birinci sualımızda qeyd olunur ki, iqlim dəyişikliyi ilə bağlı dövlətin verdiyi qərarın əhəmiyyətliliyini əsaslandır. Biz bilirik ki, burada əsaslandır deyirsə, biz ya təhlil etmək, ya da dəyərləndirmək mərhələsinə keçid etməliyik. Sadəcə məsələ nədən ibarətdir? Biz bilirik ki, əgər öz fikrini müəyyənləşdirirsə, fərqli yerlərdən fakt gətirirsə, bu dəyərləndirmə mərhələsi tənqidi təfəkkür olur. Müəllifin fikrin bildirir və ya mətndən fakt gətirirsə, bu isə təhlil etmə məntiqi təfəkkür olur. Amma məsələ burasındadır ki, bəzən belə biraz çaşdırıcı nüanslar da olur. Belə hallarda mən hər zaman öz müdavimlərimə nəyi bildirirəm? Deyirəm ki, məsələn, baxın, əgər sizə seçim şansı verilibsə, yəni seçim etmək sizdən asılıdırsa, məsələn, burada deyir ki, dövlətin verdiyi qərarın əhəmiyyətliliyini, düzdür? Dövlətin verdiyi qərara münasibət bildir dedikdə, biz orada seçimi özümüz edirik. Əhəmiyyətlidir ya əhəmiyyətsizdir? Lazımdır yoxsa lazımsızdır? Bu artıq mənim seçimimdir, mənim istəyimdir. Mən necə istəyirəmsə elə təqdim edirəm. Bu olur dəyərləndirmək mərhələsi. Amma mənə konkret deyirsə ki, əhəmiyyətliliyini. Burada artıq biz onu təhlil etməyə götürürük. Yəni bəsit halda belə izah edeyim sizə. Bir var məsələn sizə Tural adında bir oğlanın deyirlər ki, məsələn Tural necə oğlandır? Burada seçim sizindir. Deyə bilərsiniz yaxşı oğlandır, deyə bilərsiniz pis oğlandır. Bir də var sizə deyirəm ki, Turalın yaxşı olduğunu mənə əsaslandır. Artıq mən axı vermişəm sənə fakt. Turalın yaxşı olmağına əsaslandır. Mən burada sənə seçim şansı verməmişəm. Konkret nə demişəm, onu da istəyirəm. Düzdürmü? Buradan baxa bilərsiniz. Eyni zamanda bir digər məsələdə necə yanaşa bilərsiniz? Baxın, burada dövlətin verdiyi qərar deyirsə, yəni burada konkret verilmiş bir şeydən söhbət gedir. Dövlət, yəni biz deyirik mətndən fakt gətirmək. Müəllifin fikrin. Burada müəllif var da, dövlət nümayəndələri bunu yazıblar və sən onun fikrin əhəmiyyətliyi danışırsan. Yenə də cavabımız nə olacaq? Təhlil etmək. Sadəcə bəzən çətinlik olur deyənə bunu ifadə edirəm. Məsələn, ən bəsit halda iniş il düşən suallardan biri vardı. Məsələn, deyir, arqumentləri müəyyənləşdir, arqument gətir. Məsələn, əslində iki sözdən ibarət sadə bir cümlədir də. Arqumentləri müəyyənləşdir deyəndə var olan arqumentlərdən söhbət gedir, təhlil etmək məntiqi təfəkkür. Amma arqument gətir deyəndə artıq fərqli yerdən arqument gətirməkdən söhbət gedir. Dəyərləndirmə, tənqidi təfəkkür. Baxın, iki sözdən ibarət bir cümlədə müəllimlər də səhv eləyə bilirdilər. İkinci sualımızda nə deyir? Müəllim fəza fiqurları mövzusunu tədris edir. Daha sonra şagirdlərə tapşırır ki, şəhər parklarının birində bu fiqurlardan istifadə etməklə bir əşya düzəltsinlər. Valla əslində açıq belə deyir də, açar sözlər deməyi çox sevmirəm. Çünki açar sözlər, əzbərçilik lazım deyil. Baxmayaraq ki, bəzi müəllimlər deyirlər, kurikulum əzbərçiliyidir. Xeyr, əslində elə deyil. Biz demişik ki, ümumiyyətlə bir şagird problemi həll etmək üçün öyrəndiklərindən istifadə edirsə, biz burada həmişə götürürük tətbiq etmək. Plus da ki, biz dedik ki, tətbiq etməklə yaratmaq mərhələsini ən çox müəllimlər qarışdırırlar və biz burada bildirmişdik ki, verilmiş bir şeydən söhbət gedirsə, həmişə verilmiş varsa, zaten məntiqi təfəkkür olmalıdır. Yəni öyrəndiyim biliklərdən istifadə edərək problemi həll edirəmsə, tətbiq etməkdir. Sadəcə problemi həll edib fərqli bir yanaşma ortaya qoyuramsa, yaratmaq mərhələsidir. İndi burada fakt verilmiş bir şey var da, düzdür? Yəni parkların birində bu fiqurlardan istifadə etməklə bir əşya düzəlsinlər.
Düzdürmü? Yəni bu fiqurlardan istifadə etmək. Verilmiş fiqur var, var, var. Deməli bu nədir? Tətbiq etməkdir. Plus da ki, məsələn, tətbiq etməyin ümumi mahiyyəti nədən ibarətdir? Məsələn, siz bir şeyi uşağa öyrədirsiniz, əzbərçilik xatırlamaqdır. Uşaq onu başa düşüb öz sözləri ilə deyirsə anlamaqdır. Və siz keçdiyiniz bir şey görəsən uşaq bunu tətbiq edə bilirmi deyə ona tapşırıq yönəldirsinizsə, bu tətbiq etməkdir. Yəni məsələn üçün mən durğu işarələri keçmişəm. Deyirəm ki, görəsən uşaqlar bu durğu işarələrindən düzgün istifadə eləyə biləcək. Şagirdə deyirəm ki, məsələn hələ bir dənə esse yaz, mətin yaz. Qoy mən yoxlayım görüm hələ bu durğu işarələrindən həqiqətən sən düzgün istifadə eləyə bilirsən. Tətbiq etmək mərhələsinə çıxır. Orada da əksərən istifadə etməklə, istinad etməklə, riayət etməklə, əsaslanmaqla və bu tip sözlər olur. Çünki mən keçmişəm bu dərsi. İndi onu yerinə yetirə biləcəklərmi deyə tapşırıq vermişəm. Ona görə də burada cavab tətbiq etmək olacaq. Yəni burada yaratmaqla qarışdırmağa ehtiyac yoxdur. Cavabımız tətbiq etmək mərhələsi kimi özünü göstərir. Üçüncü sualla davam edirik. Mağazalarda müxtəlif endirim kampaniyası təşkil olunur. Həmin mağazalarda endirim kampaniyasından ən səmərəli olanı seçin. Ümumiyyətlə var olanlardan ən səmərəlisini seçmək, ənləri seçmək, ən yaxşısı, ən mükəmməli. Bunlar həmişə təhlil etmək mərhələsidir. Yəni təhlil etmək mərhələsində adından da görüldüyü kimi bir şeyi təhlil edirik, analiz edirik ki, işte bundan ən yaxşısını, oxşarını, fərqlisini fərqləndirmək və ya fərqləndirib bir növ çəkmək. Bunlar hamısı təhlil etmək mərhələsində özünü göstərir. Sözün əsl mənasında adi bir halda da fikirləşin ki, verilən şeylər məntiqi təfəkkürdür. İnsanın öz beynini işə saldığı şeylər isə tənqidi təfəkkürdür. Məsələn, mən sizə tutalım deyirəm ki, həyatınızda yediyiniz ən dadlı tort hansıdır? İstər-istəməz siz burada başlayırsınız düşünməyə ki, mənim ailə həyatımda, məktəb illərimdə, universitetdə və ya sonrakı dövrdə həqiqətən ən yaxşı yediyim tort hansıdır? Və yaxud deyirəm ki, indiyə qədər məsələn üçün futbol izləmisiniz ha, ən yaxşı pas hansı olub, ən yaxşı qol hansı olub, ən yaxşı oyun hansı olub? Və yaxud mən sizə müəyyən yollar demişəm. Dedim, məsələn, bunlardan istifadə etmisən, hə? Həqiqətən ən səmərəsi hansı olub? İstər-istəməz burada insan bir düşünür, analiz eləyir ki, həqiqətən ən yaxşısı hansı olub? Ona görə də ən səmərəsi deyirsə, bizə cavabımız nə olacaq? Təhlil etmək mərhələsi, yəni D variantı. Dördüncü suala baxırıq. Bir həftəlik məktəb bufetinin menyusunu hazırlayın. Hazırlanan menyu həm sağlamlıq cəhətdən, həm də büdcəyə uyğun olsun. Verilmiş situasiyada hansı inteqrasiyadan istifadə edilmişdir? İşte bufetin menyusunu hazırlayanda sağlamlıq cəhət, bioloji cəhətləri var, büdcəyə uyğun olsun, riyazi cəhətləri var. Biz bilirik ki, burada artıq fənnərası inteqrasiyadan söhbət gedir. Deməli cavabımız olacaq D variantı. Beşinci suala baxırıq. Şagirdin metakognitiv bacarıqlarını formalaşdıran üsullara aid deyil. Meta ən üst səviyyə idrak, insanın ən üst səviyyə idrakının inkişaf etməsi, yəni birmənalı olaraq tənqidi təfəkkürünün var olmasını özündə ehtiva edir. Artıq burada insan özünün mənfi müsbət cəhətlərini, güclü zəif cəhətlərini, özünün şəxsi inkişafını, həyatını gözəlləşdirməyi bacarır. Yəni birmənalı olaraq insanın şəxsi inkişafından söhbət gedir. Məsələn, koqnitivdə biz artıq dərsə aid şeylərdən danışırıq. Meta ən üst səviyyə deməkdirsə, biz burada bunu nəzərə almalıyıq ki, zaten metakognitivdə bilirsiniz də idrak prosesləri, strategiyalar, o cümlədən insan özü haqqında məlumatlığı bura daxildir. Çatışmazlıqları aradan qaldırmaq üçün plan hazırlamaq, hədəfə çatmaq üçün fərqli strategiya müəyyənləşdirmək, problemi səmərəli yolla həll etmək üçün üsullar bilmək, atılan addımları effektiv şəkildə istiqamətləndirmək, şagirdlərə öyrənmək üçün strategiyaları aydın formada göstərmək. Gördüyünüz kimi ilk 4 variantda həqiqətən də insanın özünü inkişaf elətdirməsi üçün verilmiş yollardan söhbət gedir. Amma Y variantında deyir, öyrənmək üçün strategiyaları aydın formada. Bu koqnitivə aiddir, okey, amma metakognitivə aid deyil. Çünki öyrənmək üçün strategiyaları aydın formada göstərmək, yəni bu dərsi belə elə, bu tapşırığı belə elə. Burada mənim şəxsi inkişafımdan nəydən söhbət edə bilər ki? Bu sadəcə dərs tapşırıq eləməkdir. Yəni bunun mənim şəxsi inkişafımla nə olacaq? Əsəbimi sakitləşdirəcəm, həyatımı gözəlləşdirəcəm, özüm üçün bir strategiyamı müəyyənləşdirəcəm. Xeyr. Ona görə düzgün cavab 5-də E variantı olur. Davam edirik 6-cı sualla. Müəllim şagirdə deyir ki, verilmiş mövzuda elə arqument gətir ki, yoldaşların sənə inansın.
Ümumiyyətlə elə arqument gətir ki, zaten o deməkdir ki, başqa yerdən gətirəcək bu uşaq. Yoldaşların sənə inansın, elə deyir ki, yəni bu debata bənzəyir. Yenə də bu da elə arqument gətir ki, ilə eynidir. Çünki ikisi də dəyərləndirmə mərhələsidir. Fərqli yerlərdən arqument gətirmək həmişə yadımızda qalsın ki, dəyərləndirmək mərhələsidir. Bu sual asandır, Y variantıdır. Gördüyünüz kimi dəyərləndirmə mərhələsi. Yeddinci suala baxırıq. Mağazalarda müxtəlif endirim kampaniyası deməli təşkil olunur. Həmin mağazalarda olan endirim kampaniyalarını hesablayın. Heç nə, endirim kampaniyasını hesablayacağım da nə var ki burada? Ardıcıllıq var, tətbiq etmək, prosedural bir iş, məntiqi təfəkkür. Cavab C variantı. İki marketdə eyni məhsula müxtəlif faizli endirim var. Siz bunlar arasında hansından alış-veriş edəcəyiniz ilə əlaqəli seçim etməlisiniz. Valla mənim ağlım varsa yəqin ki, ən ucuzunu alaram da, düzdür. Ona görə də yəni iki eyni məhsula faizli hesablayaram, ən ucuzu hansıdırsa onu seçərəm də. Yenə burada ən səmərəlini seçmək, ən ucuzu seçmək, ən bir şeyin ki, ənlərini axtarırsınız. Cavab həmişə təhlil etmək olacaq. Davam edirik 9-cu sualına. Müəllim urbanizasiya mövzusu haqqında danışarkən şagirdlərin bəziləri şəhərləşmənin yaxşı olduğunu, bəziləri şəhərləşmənin yaxşı olmadığını və ekoloji problemlərə səbəb olduğunu, bəziləri isə tullantı materiallarının aradan qaldırılması üçün yeni texnologiyaların olduğunu vurğulayır. Müəllim şagirdlərə həm ekoloji, həm iqtisadi, həm də sosial baxımdan urbanizasiya prosesinə yanaşmanı formalaşdırmaq üçün hansı addımı atmalıdır? Baxar bizə, yəni yaxşı addımdan sonra. Müəllim şagirdlərə eyni baxış bucağından baxmağı formalaşdır. Bizə eyni baxış bucağı lazım deyil. Biz robot yetişdirmirik. Bizə əslində öz sözlərini deyə bilən, yəni müxtəlif baxış bucaqlarında fikir ifadə etməyi bacaran şagirdlər lazımdır. Müəllim differensial təlimin tətbiqinə əhəmiyyət verməməlidir. Zaten burada differensiallıq formalaşıb. Sadəcə müəllim bunu düzgün tətbiq etməyə davam etsə, daha effektiv olar da. Çünki zaten görürsüz üç şaxəlidir. Deməli bunlar belə deyim, seçimlərinə uyğun hərəkət edir. Amma verməməlidir, yox, verməlidir olmalıdır. C variantında deyir ki, bir istiqamət. Biz bir istiqamət istəmirik axı. Yəni robot yetişdirmirik ki, biz insanları olduğu kimi, şəxsiyyət kimi, şagird yönümlülüyü nəzərə alaraq inkişafı təmin etməliyik. D variantında deyir, müxtəlif baxış bucaqları. Bax, bu bizə lazımdır, bəli. Müəllim şagirdlərə yönəldici suallar ünvanlayaraq bir istiqamətdə. Yönəldici sual ünvanla lap qəşəng, amma bir istiqamət lazımdır. Bizə lazımdır ki, əgər biz bu günləri şagird yönümlü təhsildən danışırıqsa, şagirdə şəxsiyyət kimi baxmaqdan danışırıqsa, biz onları olduğu kimi qəbul etmək və öz potensiallarına uyğun inkişafını təmin etmək istəyiriksə, deməli uşaqlara müxtəlif baxış, yəni burada empatiya yaratmaq, hadisələrə müxtəlif cəhətlərdən baxmaq, düzgün analiz eləmək formalaşdırmalıyıq. Ona görə düzgün cavabımız D variantıdır. Və 10-cu sualımıza baxırıq, sonuncu sualımıza baxırıq. Şagird çətin mövzunu oxuyub başqalarının da başa düşəcəyi dildə izah etməlidir. Yəni bu əslində başqalarının da başa düşəcəyi dildə bunu elə bir böyütməyə ehtiyac yoxdur. Mən əgər başa düşürəmsə öz sözlərimdən izah eləyə bilərəm. Burada qəribə nəsə yoxdur. Adi həyatda da insan məsələn bir şey başa düşəndə çox rahat öz sözlərindən izah edir. Amma belə kitabda olduğu kimi deyirsə, başqalarının sözlərində olduğu kimi deyirsə, adam özü bilirsən ki, bu öyrənməyib, başa düşməyib, yalandan sadəcə fikir ifadə edir. Ona görə 10-cu sualımızda da cavab anlamaq mərhələsi alacaqdır. Bu bizim 19 iyun düşən suallarımızın izahıdır. Dinlədiyinizə görə təşəkkür edirəm.